Salam dostlar, YouTube kanalıma xoş gəlmisiniz. Keçənlərdə Instagramda bir sorğu paylaşmışdım ki, siz YouTube'da daha çox hansı tip kontentləri görməyi istəyirsiniz və gələn cavabların çoxu o idi ki, planlama, faydalı dərs çalışma, universitetdə dərs çalışma. Düşündüm elə mən də öz dərs çalışma metodikalarımı bölüşüm burada. Elə hazır gəlmişdim özüm çalışmağa, yerindəcə bunları bölüşmək istədim sizinlə. Oxumaq elə bir şeydir ki, heç vaxt bitmir. Bir dəfə başladınsa oxumağa, həyatının sonuna qədər bir də baxacaqsan, nələrsə oxuyub öyrənirsən. Ona görə düzgün o metodikanı yaratmaq özündə çox önəmlidir. Fərqi yoxdur ki, məktəb vaxtı, abituriyent vaxtı, universitet vaxtı, lap iş həyatında belə insan nələrsə öyrənməli olur. Ona görə özünüzü o tanıyıb, özünüzə uyğun bir metodikanı yaratsaz, daha az əziyyət çəkərsiniz. Çünki əziyyətsiz deyil, burası məlum məsələ, amma biri var ki, sən metodikanı bilmirsən, eləcə nə isə çalışırsan, oxuyasan, universitet vaxtı bəlkə fikir verərdiniz. Elə uşaqlar var idi ki, 3-4 gün o imtahana hazırlaşırdılar yatmadan, amma elə uşaq da var idi ki, sadəcə bir günə hazırlaşıb daha yüksək nəticə göstərə bilirdi. Çünki o özünün artıq metodikasını yaratmışdı və bilirdi ki, necə eləsə daha yaxşı nəticə əldə edə bilər. Ona görə siz də əvvəlcədən özünüzdə onu inkişaf etdirirsiniz, növbəti artıq daha yaxşı nəticələr əldə edə bilirsiniz. Mən o imtahana bir gün qalmış hazırlaşın, amma yaxşı nəticə göstərən tələbələrdən idim, çünki artıq özümün dərs çalışma metodikasını bilirdim. Düzdür, kitab oxumağımın faydasını orada gördüm ki, çox sürətli oxuya bilirdim materialı. 600 səhifəlik materialı belə bir gecə oxuyub bitirə bilirdim. Digər uşaqlarda biraz bu vaxt aparırdı. Amma mən yazaraq öyrəndiyimin artıq fərqində idim deyə oturdum, materialları qoyurdum, əsas hissələrini yazırdım, nələr lazımdır onları qeyd edirdim və yazdığım üçün də avtomatik daha yaxşı yadımda qalırdı və imtahan gecəsi yatmırdım. Biraz ən çətin tərəfi o idi ki, mən heç bir imtahandan əvvəl yatmamışam. İmtahanın artıq 1 saatdan o tərəfə qala bilmirdim, çünki yəni bədənim tab gətirmirdi ona. Gərək özünüzdə onu yoxlamalısınız ki, sizdə bu davamiyyət var, yoxsa yoxdur. Birdən-birə oturub gecə çalışıb imtahana gedəndə yaza bilməyə də bilərsiniz. Yəni bunu özünüzdə birinci yoxlamalısınız. Mən artıq bunu vərdiş halına gətirmişdim deyə. İmtahandan əvvəlki gün otururdum, səhərə qədər dərs oxuyurdum. Yolda belə oxuyurdum. İmtahana girirdim, sualları yazırdım. 9-da başlayırdı imtahan. Mən ondan o tərəfə çox nadir hallarda qaldığım olub. O da yazılı şifahi imtahanlarda. Qalan imtahanların hamısını belə 1 saata yazıb çıxmışam. İlk olaraq fərqində olmalıyıq ki, zamanımız çox qısıtlıdır və əsas məsələ həmin zamanı kontrol edə bilməkdir. Ona görə mənim abituriyent dönəmlərindən hər zaman ajandalarım olurdu və həmin ajandalara saat və saat hara gedəcəm, nələr edəcəm, nələr var, hər birini yazırdım. Yolu, yeməyi, ağlınıza gələ biləcək hər bir şeyi zamanla edirdim. Düzdür, bu çox yorucu olur hərdən. Yəni uyumaq istəmirsən, çünki yaş azdır və insan fərqli nələrsə də etmək istəyir. Amma hər hansı bir hədəf varsa, sən özündən fədakarlıqlar etmədən o hədəfə çata bilmirsən. Ona görə mən artıq özümdə o dönəmdə bir vərdiş yaratmışdım ki, sən bunu bu cür etməlisən. Yoxsa o istədiyin o həyat, o istədiyin xəyallara çata bilməyəcəksən. Bir də ki, həyatda bəzən planlarımızın olmamağı qədər çox planlarımızın olması da bizə nəticəsizliyə gətirib çıxardır. Çünki bilmirik hansı birini edək. Hamısını etmək istəyirik, hamısına vaxt ayırmaq istəyirik. Bir tərəfdən dil öyrənmək, bir tərəfdən proqram öyrənmək, bir tərəfdən zaten dərslərimiz, həyat, çalışma və günün sonunda ya hamısını etməyə çalışan, heç nə edə bilməyən biri və yaxud da ki, heç birini edə bilməyən biri. Çünki gözümüzdə o qədər böyüdürük ki, o planları heç birini etməyə artıq həvəsimiz qalmır. Ona görə həmişə deyirəm, birinci prioritet yaratmaq ki, hansı biri mənim öncəliyimdir, hansını etmək mənə daha növbəti addıma keçirə biləcək. Onu müəyyən etmək, sonra növbəti addımları atmaq. Yəni özünüzə o sualı verin ki, mənə bu dəqiqə dil öyrənməkmi lazımdır, o kompüter kursuna mı getmək lazımdır və yaxud da ki, universitet dərslərimi oxumaq lazımdır. O prioriteti müəyyən etdikdən sonra onu yazsanız daha yaxşı olar. Mən həmişə onu tövsiyə edirəm ki, yazmaq. Çünki insan beynində onları düşünəndə böyük gəlir, amma yazdıqca görürsən, həm kiçilir, həm də daha göründə insan müəyyənləşdirir ki, hansılar yaxşıdır, hansılar önəmlidir, hansılar deyil. Ona görə yazdım. Çünki birinci qoyun dil öyrənmək, ikinci kompüter. Elə eləmi? Dili öyrənməyə getdinizmi, vaxt ayırdınızmı? Növbəti artıq keçirsiniz kompüteri öyrənməyə. Pomodoro texnikasını bilirsiniz ya yox bilmirəm. Bugün özündə mən onu işdə belə istifadə edirəm. Belədir ki, 25 dəqiqə çalışırsınız, məsəl üçün 5 dəqiqədə fasilə verirsiniz. Bunun bir proqramı da var ki, orada siz ayarlaya bilirsiniz ki, nə qədər çalışıb, nə qədər ara vermək istəyirsiniz. Mən artıq heç o proqramı istifadə eləmirəm. Öz telefonumun alarmında qururam ki, artıq 40 dəqiqə sonra alarm vurur və bilirəm ki, artıq mən ara verməliyəm gördüyüm işlərə. Bunu niyə edirəm? Çünki günümüzdə telefon bizə o qədər yayındırır ki, gördüyümüz işlərdən. Yəni bir işi görürük, sonra bir saat telefonda fərqində olmadan scroll edirik Instagramda, TikTokda və günümüz gedir. Bəzən işlərimizi çatdıra bilmirik, bəzən dərslərimizdən yayınırıq. Ona görə özünüzə bir o maneəni qoymalısınız ki, əliniz telefondan getməsin. Hətta elə olub ki, bir dönəm o qədər telefonum bağlı idim ki, qopa bilmirdim və artıq həmin dönəmdə kilit qoyurdum. Mən çalışan vaxtda telefonumdakı bütün proqramlar kilitli olurdu və açılmırdı.
Ta ki o vaxt bitənə qədər, vaxt bitəndən sonra açılırdı. Yəni mən telefonu əlimə almaq istəsəm də heç bir appə girə bilmirdim deyə, bizdən geri yerinə qoyub işlərimə dönürdüm. Belə-belə özümdə artıq o fokus müddətini də artırmışdım. Yəni günümüzün ən böyük problemlərindən biri odur ki, fokus müddətimiz çox aşağıdır. O da ki, sosial medianın həyatımıza olan mənfi təsirləridir. Öyrəşmişik 7-10 saniyəlik videolardan informasiyanı almağa, amma o informasiya nə qədər effektivdir sorğulanmır. Dərindən nəyisə öyrənmək istəyiriksə, əlbəttə ki, bu vaxt aparandır. Bəzən dəqiqələrlə, saatlarla biz oturub onu izləməliyik, onunla bağlı araşdırmalıyıq, amma çoxumuz artıq buna səbr eləyə bilmirik. Yəni ona görə mütləqdir ki, özünüzdə artıq fokus müddətini artırasınız. Yoxsa cidden yəni nə universitetlik, nə abituriyent, nə iş həyatı çəkilə bilən hala gəlməyəcək sizin üçün. Yeni abituriyent vaxtlarından bəri özümdə formalaşdırdığım vərdişlərdən biri yollu səmərəli istifadə etməyi öyrənmək idi. Mənim hazırlıqlarım, sonra universitetim, sonra da işim hər zaman evimdən uzaqda olub. Yəni günün 3-4 saatını minimum yolda keçirən bir insan olmuşam. Buna görə o yolu dəyərləndirə bilmək mənə nələr qatıb bir bilsəniz, yəni həqiqətən çox önəmlidir. Abituriyent vaxtı təkcə yolda mən ildə 30-40 kitabı yollarda bitirmişdim. Hazırlığa getməyimə, dərs oxumağıma, imtahan verməyimə baxmayaraq mən bunu dəyərləndirə bilmişdim. Çünki hazırlığa gedib zaten dərs oxuyurdum, evdə dərs oxuyurdum. Ən azından o yolda hobbilərimə vaxt ayıra bilmək mənə yaxşı gəlirdi. Elə vaxt olurdu ki, düz olan da vaxt ayıra bilmirdim. Yolda belə hazırlıqdan çıxıb evə qayıdan yolda testlərimi yazıb bitirmiş olurdum. Hərçənd yenə evdə gedib onda istirahət edə bilirdim, amma o dönəm həqiqətən o qədər effektiv, o qədər işə yarayan bir şey idi ki, yolu dəyərləndirə bilmək. Bəzən insanıq, istəmirik nəsə eləmək. Həmin dönəmlər film izləyirdim, serial izləyirdim, sevdiyim o musiqiləri dinləyirdim, amma mütləq ki, yol hər zaman mənim üçün vasitə olub ki, öz hədəflərimə, öz istəklərimə çata bilim. Bəzən insanları görürəm yoldan şikayətlənirlər ki, çox uzaqda günümüzün 3-4 saatını itiririk. Amma mən heç vaxt deməmişəm ki, mən günümün 3-4 saatını itirdim. Əksinə yolumu uzatdığım belə olub ki, kitabımı bitirim və yaxud da əlimdəki o işi bitirim, sonra düşərəm. Yəni ona görə həyatınızdakı o mənfi şeyləri müsbətə çevirəndə daha yaxşı geri dönüşünü görə biləcəksiniz. Hal-hazırda iş həyatımda planlamanı necə idarə edirəm, biraz ondan danışmaq istəyirəm. İlkin məsələ əsas bir ajandam var ki, gün səhər başlayandan axşam yatana qədər bütün planlarım orada yer alır. Bəzən aylıq, bəzən həftəlik, bəzən illik hər birini qeyd edirəm və artıq beynimdə onu saxlamağa çalışmıram ki, mən gələn həftənin 6-cı günü nə etməli idim, bu ildə nələr var. Əgər plan varsa, artıq tarix müəyyəndirsə, mən onu ajandamda qeyd edirəm və gün içində yarananları da həmin an yazıram. Amma təkcə o ajandada saat-basaat nə etdiyimi yox da, bəzən xərclərimi belə, nə hiss etdiyimi özümə ajandanın sonunda suallar yazıram ki, bu gün necə hiss etdin, nələr etməlisən, nələr edə bilərdin və əsas bir sual var ki, bugünün prioriteti nədir? Bu sualı hər gün cavablayıram özümdə və səhərdən artıq müəyyən edirəm ki, bu gün əsas mənim etməli olduğum nədir? Bu gün məsəl üçün əsas planım odur ki, mən 100 səhifə kitabı mütləq oxumalıyam. Onu qeyd edirəm ora. Yəni random olaraq irəliləmək bəzən yaxşı olmur. Əgər bir prioritet varsa, onu əvvəlcədən müəyyən etmək çox önəmlidir. Ondan sonra artıq o prioriteti tamamlayandan sonra növbəti işlərimi vaxta bölüb tamamlayıram. Həmçinin bu ajandaya köməkçi olaraq da işdə bir dəftərim var ki, bu daha çox iş qeydlərim üçündür. İşdəki prioritetlərim, işdə edəcəklərimi həmin dəftərə yazıram. Onu öz əsas ajandama qatmıram, çünki onda çox qarışıq olur. Öz həyatımla iş həyatı bir-birinə girir və iş həyat balansını pozmamaq üçün mən buna biraz ayırmışam. Yəni əsas o iş qeydlərimi fərqli bir tərəfdə aparmalıyam ki, mənim işdə aylıq tasklarım nədir, həftəlik nələr etməliyəm, bu günə olanlar nədir? Onları ayrı qeyd edirəm və o planlara sadiq qalaraq irəliləyirəm. Əsas gələn şikayətlərdən biri iş şəxsi həyat balansını qorumaqla bağlı idi. Günümüzdə bu çox çətindir, çünki əlimizdə telefonlarımız var və hər an işlə bağlı nəsə etməli oluruq. Bəzən maillər gəlir, kontrol etməli oluruq, bəzən LinkedIn-dən hansısa bir mesaj gəlir. Yəni hər daim işin içindəyik. Yəni 6-da iş bitdi, beyində sən o işi bağlaya bilmirsən, yolda belə bəzən iş görməli olursan və artıq beyin iş, ev, iş istirahəti ayırıb edə bilmir. Çünki sağ olsun sosial media, sağ olsun texnologiya bizə buna imkan vermir. Amma bunu biraz kontrol etmək də öz əlinizdədir. Mənim bəlkə də illərdir özümdə istifadə etdiyim bir şey var ki, əgər həftə sonudursa, artıq iş deyilsə, bir məsuliyyət də yoxdursa üzərimdə, həmin vaxtlar işlə bağlı mailləri kontrol etmirəm, SMS-lərə baxmıram, LinkedIn-ə girmirəm. Sadəcə həmin dönəm hobbilərimlə məşğul oluram. Bəzən təcili hallar olur ki, nələrsə kontrol etməliyik, hansısa bir mail atmalıyıq. Həmin anlar artıq əvvəlcədən bildiyim üçün bu uyğundur. Amma yox, yəni girim həftə sonudur, işlə bağlı hər hansısa bir mailə baxım və yaxud da girim LinkedIn-ə nəsə yazım, yox. Yəni mümkün qədər uzaq durmağa çalışıram. Bu mənim özümə ayırdığım vaxtdır. Ya dostlarımla vaxt keçirirəm, ya ailəmlə, ya hobbilərimlə. Kitab oxuyuram, filmə gedirəm. Çünki artıq sən həftə sonu da oturub işlə məşğul olsan və yaxud da ki,
işə aid nələrsə çalışmaq da bu çox yorucu bir şeydir. Yəni o qədər yorulur ki, insan o iş, evə gəlirsən də iş, sənin beyninin istirahətə vaxtı qalmır. Bəlkə də bu ilk vaxtlarda bu çox yaxşı görünür ki, necə produktiv keçir vaxtın, mən nə yaxşı irəliləyirəm işdə. Amma minimum 1 aydan sonra baxacaqsan ki, iş də yolunda getmir. Artıq sən işə əvvəlki qədər motivasiyalı yanaşa bilmirsən, öz həyatına belə heç bir şəkildə yanaşa bilmirsən, çünki enerjini, bədənini tükətmisən. Həyatda təkcə iş, şəxsi həyat balansı yox, hər şey balansda olmalıdır. Nəyi çox eləsən, sən onu tükədirsən deyə artıq digər heç bir şeyə nə motivasiyan qalır, nə də enerjin qalır. Ona görə o özündə müəyyən etməlisən ki, bu vacibdir yoxsa deyil. Yəni vacib olmayan bir şeyi niyə edəsən? Bəzən iş yerlərimiz, olduğumuz təşkilatlar biz bir ailəyik, dəyərik deyərək zamanımızı, enerjimizi istismar edirlər və biz bunun fərqində belə olmuruq. Düşünürük ki, belə də olmalıdır. Mən nələrsə öyrənirəm, təcrübə qazanıram. Əlbəttə təcrübə qazanmaq önəmlidir, amma bunun qarşılığı mənim bütün həyatımı oğurlamaq olmalı deyil. Əsas məsələ yox deməyi bacarmaqdır. Sizə heç bir xeyri olmayan, sizə fayda sağlamayacaq hər bir şeyə sadəcə yox deyirsiniz. Bu başlarda çətindir, başlarda sizi bəlkə egoist, kibirli adlandıracaqlar, amma bunu həyatınıza tətbiq etdikdə görəcəksiniz ki, onlara yox deyirik özünüzdə yaratdığınız zamanı daha effektiv, daha yaxşı şeylər edə bilirsiniz. Nəinki gedib orada zamanınızı və enerjinizi israf edərək. Ona görə o yox deməli olduğunuz hər şey sadəcə yox, istəmirəm, bu qədər. Yəni onun üçün bəlkə xeyirlidir o şey, səni manipulyasiya etməyə çalışacaq ki, gəl, həqiqətən bu faydalıdır, amma sən özün şüurlu şəkildə analiz etməlisən ki, bu insan üçünmü faydalıdır, yoxsa mənim üçünmü? Əgər sənin özünə verdiyin cavab yoxdursa, xətrinə dəyməmək üçün hə demək lazım deyil. O bir şeyin fərqində olun ki, kimsə qırmamaq üçün dediyiniz hər bir hə, sizin özünüzə dediyiniz yoxdur və siz öz zamanınızı, enerjinizi israf edirsiniz. Bu artıq sizin balans darmadağın edir. Siz o zaman o qədər dil öyrənə bilərdiniz, öz işinizlə bağlı nəsə edə bilərdiniz, texniki və yaxud da ki, nəzəri nəsə öyrənə bilərdiniz, amma kiminsə həyatına qatqı sağlamaqla məşğul oldunuz. Ona görə düzgün müəyyən etmək vacibdir. Bilmirəm artıq hər şeyi çatdıra bildimmi yoxsa yox. Çünki alışmışam Instagramda hər şeyi qısa və konkret danışmağa, amma YouTube'da videoları daha uzun çəkməyə çalışıram və bəzən bəlkə də nələrsə düzgün etmirəm. Artıq o mənfi kommentlərdən onları da öyrənəcəyik. Bu qədər dostlar. Hər hansısa bir suallarınız olarsa, fərqi yoxdur. Instagram üzərindən də yaza bilərsiniz, kommentlərdə də yaza bilərsiniz. Özümün təcrübələrini, müşahidə etdiyim hər bir şeyi sizinlə bölüşməyə hazıram. Tək ki inkişaf edin, tək ki öyrənin, tək ki yolunuz açıq olsun. Hə bir də necə deyirlər, abunə olmağı, bəyənməyi və dostlarınızla bölüşməyi unutmayın. Növbəti videolarda görüşənədək.